Və bu məsələdə mən yaşlı qardaşları, ağsaqqalları suçlu bilirəm. Aramızda subayların çox olmasında, onların evlənə bilməməsində və özlərinə uyğun talib tapa bilməsində suçlu kimdir? Ağsaqqallarımız və ağbirçəklərimiz. Niyə görə? Biz xurafat qınağı önə çəkirik və sünnədən uzaq dururuq. Sünnədə nədir? Ömər ibn Xattab nə deyir? Ya Əbu Bakır, Hafsanı alarsan birbaşa. Təbii ki, bizdə o ürək yoxdur ki, o qınağın hamısını belə yəni heç saymayasan, mənlik qurur. Zaten ondan daha mənlik qurur, şəxsiyyət yoxdur tarixdə belə baxanda insanlar arasında. Deməli, Ömər ibn Xattab radiyallahu anh, baxın görün subhanallah, insanın yəni sanki yəni əti də, qanı da, ruhu da sünnə ilə nəfəs alır da, qaçışıb. O zaman ki Hafsa tək qalır, artıq həyat yoldaşını itirir. Ömər ibn Xattab baxın görün necə yəni qiriyyətli insandır, necə öz iffətini qoruyur, ailəsini qoruyur. Gəlir ən salih kişinin yanına, ən vəfalı dostuna Əbu Bakır Sıddıqa deyir ki, Əbu Bakır, Hafsanı alarsan, belə birbaşa. Hekayədə məşhurdur. Sonra ondan səs çıxmır, gəlir, Osman, Hafsanı alarsan, o da tərəddüd edir, qızarır, utanır və deyir ki, 3 gün mənə möhlət ver. Ona da inciyir, ona da inciyir. Sonra məlum olur ki, Hafsanı istəyən varmışdı. Kimdir? Allahın elçisi sallallahu aleyhi ve sellem. Bunlar da o sirri bilirdilər. Bunlar da o sirri bilirdilər, sirri də aça bilmirlər, hə də deyə bilmirlər, yox da deyə bilmirlər, sir açmaq da qadar. Xülasə bizə lazım olan məqam nədir? Başa düşürəm, yəni biz o dərəcədə dedik, amma ən azı 3-cü şəxs vasitəsilə filan qardaşı deyən ki, qapıma gəlsin. Bax belə. Dayı, nədir söhbət? Sənin yaxın dostundur, ağsaqqal, ağbir Şeyhbacı. Bu, yəqin ki, dinləyəcək. Yaxın dostundur, həmçinin ağbirçək anamızın rəfiqəsidir. Deyən ki, bəs onun anasına deyin ki, bizə gəlsinlər. Ərz elə. Ərz eləməkdə də günah yoxdur. وَلَا جُنَاحَ عَلَيْكُمْ فِي مَا عَرَّضْتُمْ بِهِ Sizə ərz eləməkdə heç bir qəbahət və günah yoxdur, Allah Subhanahu taala buyurur. Hələ bu hansı halda buyurur Allah Subhanahu taala? Ayətin bir dəfsinə baxın. O ki qaldı açıq məsələlərdə. Yəni ağsaqqal deyir ki, filan gəncdən çox xoşum gəlir. Mən onu məsciddə görürəm. Əxlaqını, imanını çox xoşum gəlir. Vallahi adam belə kürəkəni ola, ərz edir. Və sonra ardıca deyir ki, onu mənim qapıma göndərə bilərsən. Dostuna deyir. Dostu da gedir ona deyir ki, sən deyəsən, yəni subaysan, axtarırsan, hə. Gəl səni birdən yeri qonaq aparam. Axşam səni çay süpərəsinə aparacam. Yəni bu məsələdə valideyn qabağa düşür. Valideyn qabağa düşməsə nə olacaq, bilsənmi? O, Allah eləməsin qız uşağını oğlayacaqlar. O kiminsə hansı dələdüzün şikarı olacaq. Ya oxuduğu təhsil mərkəzlərində, ya da ki, çöldə, ya da qonşuda. O da yaxşı nəticə verməyəcək. Çünki qız uşağıdır, həssas bir zərif bir məxluqdur. Eşqə düşdü, batdın, heç nə bilməyəcəksən. Amma kimə dələdüzün birə, kimə fasikin birinə, kimə yaramazın birinə. Onlar da sənə kürəkən olmayacaq. Nəticədə o insan sabah narkomana düşəndə başımı döymə. Vaxtında niyə ərz eləmirdin? Sən görürsən ki, məsciddə nə qədər subay var. Nə qədər onlar 27, 28, 29, 30, 31, 32, 33 subay adam heç vaxt evlənməyib. Bu yaş havaqda kim ötəcək? Aydın məsələdir ki, o insan mömin bir qadın axtarır, iman əhli. Aydındır ki, o insan öz tayını axtarır. Neynəməlidir? Güdməlidir, qapı-qapı düşməlidir. Siz ərz eləməlisiniz, ağsaqqallar. Kimin vaxtı yetişib uşağının da evlənmə məsələsində ərz eləsin, dostu vasitəsilə, ərki çatan vasitəsilə, ikinci, üçüncü şəxs vasitəsilə filan qaqaşdan xoşum gəlir, onu məsciddə görürəm. Ona deyək ki, bizə müraciət eləsin, ərz eləsin. Burada heç bir qəbahət yoxdur. Əksinə, hətta mən deyərdim ki, bu ondan tələb olunan bir vacibdir ki, bu haqda sorumludur qiyamət günü. Bəli. Vaxtı çatıb, ərz eləsin. Bax, filan kəs. Subhanallah, kürəkənləri biz seçməliyik. Qızın ataları biz seçməliyik özümüzə kürəkən. Özün fikirləş. Zaten ata özünə ən layiqini seçir. Elə deyilmi?
Madem ki ata özünə ən layiqlisini seçirsə, şək yoxdur ki, onun qızının xoşuna gələcək. Çünki ata qızına pisini seçə bilməz. Hər cəhətdən ən layiqini seçir. Həm əxlaq cəhətdən, həm göyçə, həm yaraşlı, həm ağıllı, həm zəkalı, həm imanlı, hər tərəfdən. Elə deyil. Çünki insan cibilli olaraq təmiz, pak və ən mükəmməl şeyə meyillidir. Bunların hamısı bir gəncdə toplanıb. Gəncin yaşı 30-a girdi, ha vaxta kimi, 32-yə girdi, ha vaxta kimi. Qardaş, ərz eləyin. İkinci şəxs vasitəsilə, üçüncü şəxs vasitəsilə. Deyin ki, ona gəlsin bizə. Nə məsələdir? Vaxtı çatıb da gəlsin. Qızımı verməliyəm. Bax, gör, alındıra bilirik. Gör, neyinirsən. Açıq danışım, məndə dostlarımla bu məsələdə, yəni, çünki dəhşət şikayətləri çoxdur, qardaşlar. Nəticədə hədis şərifi xatırladıram. Hədisin son bəndini xatırladıram. Və illəm təfəaluhu təkun fitnətun fil ardi və fəsadun arid. Əgər siz bunu eləməsəniz, o zaman yer üzərində çox böyük bir fitnə qopacaqdır. Zina yayılacaqdır, fahişəlik yayılacaqdır, xəyanət yayılacaqdır, qız şikar ovu yayılacaqdır, eşq, məhəbbət, saxta romans yayılacaqdır, pozğunçuluq yayılacaqdır, bakiləlik gedəcəkdir, iffət, namus gedəcəkdir. Təkun fitnətun fil ardi və fəsadun arid. Təsəvvür necə bir fitnə olacaq yer üzündə. Ona görə subhanallah, madəm ki, elhamdülillah, artıq kütlə olaraq da biz az deyilik, İnşallah bu məsələyə ciddi münasibət göstərmək lazımdır. Müraciətin bütün ağsaqqal atalara, kimin uşağının vaxtı çatıbsa və həmçinin ağbirçək analara bu məsələyə siz birbaşa, necə deyirlər, əncəm çəkməlisiniz. Uşaqların özünə bunu buraxmaq olmaz. Çünki biz adi cəmiyyət deyilik öz aramızda. Biz iman daşıyıcısı, kitab və sünnəyə nisbət olunan mümin bir cəmiyyətlikdə özünün aramızda. Biz onu buraxa bilmərik ki, getsin, hara gəldi, kimlə gəldi. Düzdürmü? Allah xüsus fitnə zamanıdır. O qədər dələdüz var ki, çox mahircəsinə qızın qəlbinə girə bilir öz pis məqsədlərinə görə. Qız da inanır, safdır. Ona görə intiharların sayı çoxalır. Qız aldanır, sonra pozulur, iffəti gedir, atama nə cavab verəcəm, bu da aldatdı, qaçdı, qız sınır və dözə bilmir, intihar edir. Olur, olmur. Bu, yəni, və illəm təfəaluhu təkun fitnətun fil ardı və fəsadun arid. Əgər siz bunu eləməsiniz, biz hansı hədisdir bu? Sizdən birinizin qapısına imanı və əxlaqı ilə tanınan bir gənc gələrsə, qızınızı ona verin. Əgər etməsəniz, təkun fitnətun fil ardı və fəsadun arid. Allah subhanətə iştifadələrdən etsin.Ər-Rahmanir-Rahim, elhamdülillah və salatu və selamu alə rasullə əmmə bə'd. Qınaq məsələsinə gələndə, qınaq ya mahmud olur, bəyənilən qınaq olur, şəriət o qınağı bəyənir, ya da ki, məzmum, məzəmmət edilən, bəyənilməyən, əsla yeri olmayan, qəbul edilməyən qınaq. Yeri olmayan, qəbul edilməyən qınaq, kitab və sünnəyə müxalif olan bütün qınaqlar. İstir o qınaq el, xalq, millət, qohum, qonşu və s. Madəm ki, şəriəti müxalifdir, hoş getdin. Mahmud olan qınaq nədir? O qınaq ki, şəriət o haqda heç nə demir, bəyənir, iqrar edir, təsdiq edir, alqışlayır o qınağı ki, olmaz, düzdür, adətlə, ürflə, mentalitetlə şəriətin fikirləri bir araya gəlir. O qınaqda, bəli, insan ehtiyatını götürür. Onun da misalları gələcək, digər misal. İndi məzmum qınağa keçək, bayaq kimi uzun davamıdır. Məzmum qınaq nə deməkdir? Eyübdür, iki kişisə, nə var, nə deyərlər? Adam deyib ki, dostuna, ged ona dinlər ki, qapıma gəlsin. Bu qınağı boş ver. Bu qınağı boş ver. Bu qınağın qiyməti, dəyəri yoxdur. Tutullah onu zibil yeşinə. Nə deyərlər? Allah və Rasulü daha yaxşı bilir, nə əmr edir. Düzdürmü? Düzdürmü? Və sahabələr bunun üzərində olub. Hətta biz nə üzərində olub? Həyat yoldaşını itirmiş, tamamilə dul qalmış qadın özü ərz eləyərdi. Gələrdi salih bir kişiyə deyərdi ki, mən təkəm. Və görəm, sən salihlərdənsən. Mənə sahib çıxmaq istəyərdin mi? Hətta belə eləyərdi. Əksi də əks. Güya ki, yaxşıdır, dözür, sonra bir dəfəlik məhv olur. Olur, yıraq olsun, pozulmuş bir həyat sahibi. O yaxşıdır. Yox, vaxtında. Ona görə qınaq ya məzmum, ya
məhmud olur. Yəni o qınaqlar ki, şəriətə müxalifdir, onlar heç biri qəbul olunmur. Misal üçün, məzmum qınaqlardan biri ehtiram əlaməti olaraq həmin regionun adını çəkməyəcəm. Bizim sevimli vətənimizin regionlarından birində belə bir adət var, pis adət var. İçməyən kişi deyil. Kişi içməlidir, yəni araq. Bu qınağı aparsınlar birbaşa qayadan aşağı, lap dərin zivliyəşinə. Bu qınaq keçmir. Əksinə, kişisənsə Allah üçün içməyəcəksən. Niyə bunu şeytanın acığına, Allah rızası üçün tərsini dəyişmirsiniz? Ha vaxtdan bu qınaqları şeytan bizə şey eləyəcək, ilham edəcək. Niyə? Düzdürmü? Əksinə. Həmin regionda belə bir adət var. Baba oturur, ata oturur və oğlan oturur. Oğlanın 13-14 yaşı var, həddi buğulub. Baba ilə ata içir, birdən uşaq oradan keçəndə, ala bura gəl. Süz uşağa. O dedir ki, ata mən içmirəm. Uşaq fitrət üzərindədir. Üstəkdir namaza başlayıb. O dedir ki, Egipt sayır özünü, təsəvvürlə. Və nə deyir? Kişi içər. Arvad zaten sən, içmirsən. Fikir verin, şeytan necə yaxınlaşıb. İçməyən kişi deyil. Buradakı qınaq sayılmır. Buradakı qınaq sayılmır. Qoy qınasınlar. Sən bu sadəcə Allaha görə qınanırsan. Rasuluna, onun sünnətinə, onun şəriətinə görə qınanırsan və bu qınaq ona səbr etmək, təslim olmamaq sənə ibadət və savab olaraq bəs eləyər. Burada təslim olmaq şeytana itaət eləməkdir. Bu qınaq məzmundur, bu qəbul deyil bu qınaq. Çünki şəriəti müxalifdir. Başqa bir misal getirə bilərik. Həmçinin bayaqki misalda uyğundur və belə misallar çoxdur. Qınaqdır ki, mötəbər deyil. Və yaxud da ki, misal üçün, cavan uşaqsan, göyşə yaraşılı olansan, bu nə sifətdir? Gidon yuşdur, yaraşmır sənə. Onu bir parıldat, bir parıldasın, qəşəng olan ol. Qalsıq belə yapışdır, bir kostyumu belə bir dartsın. Hansı zaman? Bu qınağı boş ver bu qınağı. Bu qınağı boş ver. Görsən sıxırlar sənin bu şeylə. Bu qınaq mötəbər deyil. Saqqalı dibindən qıxdırmaq istəyirsən. Hə? Əmisi qonaq gəlib, xoş gəlib, səfa gətirib, nə dedik? Amma bu qınağın yeri yoxdur. Eşitdin, sustun, ədəb, əxlaq cəhətdən, cavab qaytarmadın, tamam. Və qınağını da neyirsən, etibarlı görmürsən. Sünnəni davam edirsən, bacardıqca. Tamam, qınaq da mötəbər deyil. Və s. Bu qınaqlar məzmumdur, bunlar əməl olunmur. Hansı qınaq məmduhdur, yəni o qınaqdan ehtiyat edirsən, etibar edirsən, misal üçün, zövcən nübəndə keçib, nüqaba deyir, falanca. Yəni artıq gözlərini də bağlayıb. Hə. Və sizi şəhərdə gördülər, amma tanımadılar da, bu qadın kimdir, bu kimdir. Burada ehtimal var ki, onlar səni şübhələnərlər ki, bu kimdir, deyəcəksən ki, ailəmdir. Yəni, başqa şey fikirləşməsinlər. Yəni, ailəmdir. Sadəcə onlar tamamilə bağlanır bu dəfə. Sadəcə tanışların çıxdı qabağına, qohum əqrabadan kimsə çıxdı, o xanımı sən həyat yoldaşın olaraq tanınayanlardan kimsə çıxdı, amma bu dəfə üzünü görmədi, əlini görmədi, belə tamam bağlı. Demək ki, öz ailəmdir. Sadəcə tamamilə bağlanıb. Hə, aydındır. Hə, bu qınaqdan ehtiyat edirsən. Çünki səhv başa düşərlər. Səhv başa düşürlər. Həmçinin adam evlənib ikinci evliliklə, amma heç kim bilmir. Təbii ki, əslində belə olmamalıdır. Əslində hamı bilməlidir. Elan olunmalıdır. Və bu sünnənə fəxr eləməlidir. Normaldır. Amma heç kimə deməyib və məhlədə şaya yayılıb ki, bunun əri gəzir. Nətər mömündür? Namaz qılır, amma qadınla gəzir, başqa qadınla gəzir. Onda iki şəhərdən, iki müsibətdən, iki vulkandan birini seçirsən ki, nəhayət də evdəkilər deyirsən ki, qonşuların azlıyıq ki, mən evliyəm. Sən ərin gəzəyən deyil, zinakar deyil. Evliyəm. Məsələ budur, qutardı. Ki, onlar onun haqqında böhtan gəzdirməsin. Çünki bu qınaq da, yəni, bu qınaqdan qorxmaq lazımdır. Çünki bu qınağın arxasında böhtan var, şər var. Yəni, biz şey eləməyik, vəsəydaq. Yəni, qınaq məsələsi də belədir. Yəni, qınaq ya məmduh olur, o qınaqdan ehtiyat edirsən, qorxursan, çəkinirsən. Orada xalqın qınağından qorxulur, bəli, xalqın qınağından çəkinirsən.
Bir də var ki, qınaqdır ki, əksinə şəriətə görə sən qınayırlar. Allah Subhanahu nə deyir? Ya eyyuhellezine amenu men yertedde minkum an dinihi fesevfe ye'tillahu bi kavmin yuhibbuhum ve yuhibbunehu ezilletin alel mu'minine a'izzetin alel kafirin yücahidune fi sebilillahi ve la ya'khudune fillahi levmete laim. Ey iman edenler, sizden kim Allah'ın dininden üz dönderse, yani kafir olsa, imandan sonra kafir olsa, mürted olsa, Allah elə bir tayfa getirer ki, onlar Allah'ı, Allah da onları sevecektir. Onlar Allah'ı, Allah da onları sevecektir. Allah yolunda dövüşecekler ve Allah yolunda hiç kesin gınağı onları narahat edemeyecek. Allah'ın yolunda hiç kesin gınağı onları narahat edemeyecek. Yani burada qınaq Allah və Rasulü və onun dini üçün olan qınaqlar, bunlar qəbul olunmur. Qoy qınasınlar, nə qədər istəyirsən, necə deyərlər, qazan bağlasınlar, fit çalsınlar, qoy qınasınlar. Madem ki Allah və Rasuluna görədirsə, taatdirsə, orada keçmir. Hansı qınaqdan çəkilir? O qınaqlar ki, doğrudan da oradan çəkinmək lazımdır. Allah Subhanahu eşidib faydalanlar densin.